Salam əziz müştərilərimizin vaxtı xeyir olsun. Qazolu motorların təmiratına görə müştərilər soruşurdular. Baxın, əgər silindiriz buradan ləbə versə, bu motorunuz beyvaq işləyər, ağır işləyər və səy eləyin ki, buş vurdurun. 25 ya 50-yə taraş eləməyin. Səlah budur ki, standart qaytarəsiz. Buş sərfəlidir. Bezafə budur ki, əgər motorunuz ağır işləyir, əgər yox, tüssə eləsə, motorunuzda tez işləsə, ona fəqət bir dənə ring istəyir. Görürsünüz, alan 5 ildir işləyibdir, 5,5 manatdır, yeksərədə işləyibdir, xədəmatı işləyiblər. Bundan indi biz asacağıq, fəqət bir dənə ring vuracaq, heç irad ağrısı yoxdur. Bir də ki, deyək ki, bu, əgər məsələn, komplesiz az olur, ya tüssü, egzozdan tüssü çıxır və motor işləmir, onun da illətini deyək ki, bəli. Əgər egzozunuzdan həndil çəkəndə ya istat vuranda tüssü çıxsa, motorunuz işləməsə, o pistonunuz patlayır. Piston bu da ki, bu dağılır. Yox, bu iki ring ki var burada, bu ringin arasını təqribən bir sant yarım zat bu alüminium qopar. Silindirizi də körləməz ha. Fəqət komplezi alar. Ondan sonra motorunuzu neynəsəz işləməz. Bir də ki, bunlardan gətirilir eter vururlar ya benzin atırlar. Heç olmadan o iş görməyin. O işi görürsəz, onda pistonunuz buradan həmən ki deyirik, sınar ya çatdıya qoymaz işləsin motorunuz.